Salam, hər birinizi xoş gördük. Biologiya 2025 DİM test toplusu 2-ci histologiya bölməsi üzrə testimizə qaldığımız yerdən davam edirik. 93-cü testə baxaq. Yaşıl bitki hüceyrəsinin neçə müxtəlif strukturunda ribosomun hissəcikləri formalaşır? Yaşıl bitkilərdə bilirik ki, xloroplastda var. Ona görə xloroplast, mitoxondri və nüvədə ribosomun hissəcikləri formalaşır. Burada düzgün cavabımız olur B variantı. Açar sözlərdən istifadə edərək mətni ardıcıllıqla tamamlayın. 2 membranlı olub. Bax, burada 2 membranlı orqanoid nəyi göstərir? Həm xloroplast, həm mitoxondri olduğu üçün axıra qədər oxuyaq. Ona eukariot orqanizmlərdə rast gəlinir. Bu hüceyrə orqanoidində həm də proses gedir. Onda oksigenin qatılığı az, qatılığı çox olur. Əgər oksigenin qatılığı az, karbonun qatılığı çoxdursa, deməli bu mitoxondridir ki, xaricdən oksigen qəbul edir ki, qatılığını tarazlaşdıra bilsin. Ona görə də mitoxondriyə aid olanları götürürük. Deməli mitoxondri 2 membranlı orqanoiddir. Onda həm translyasiya, həm transkripsiya, yəni üzünün köçürülməsi və ötürülmə prosesləri gedir və orada karbon qazının qatılığı çox olur. Deməli 94-də düzgün cavabımız oldu C variantı. 95-ə baxaq. Mitoxondri üçün verilən fikirlərdən hansı və ya hansıları başqa hüceyrə orqanoidlərinə aid oluna bilməz? 2 membranlıdır, aid oluna bilər. Niyə? Çünki xloroplast 2 membranlıdır. DNT erintiyə malikdir, xloroplasta malikdir. Hüceyrə tənəffüsünü yerinə yetirir. Bəli, bu yalnız mitoxondriyə aiddir. Translyasiya prosesi gedir. Translyasiya prosesi ribosomlarda da gedirdi, plastidlərdə də gedirdi. Ona görə aid deyil. 5-də nə deyir? Hidrogen protonları daxili membranın daxilinə keçir. Bəli, bu düzgündür. Çünki deyirik ki, fotosintezdə hidrogen protonları daxili membranın xaricinə keçirdi. Deməli, burada düzgün cavabımız oldu 3 və 5 A variantı. 96-ya baxaq. Verilənlərdən neçə xüsusiyyət şəkildəki orqanoidlər üçün ortaqdır? Şəkildə göründüyü kimi verilən orqanoidlər biri mitoxondri, digəri xloroplastdır. Hər ikisində ribosom var, düzdür. Hər ikisinin DNT verintisi var, düzdür. 2 lipid cərgəsi, xeyr, bunlar 2 membranlıdır. 4 lipid cərgəsi var. Matriksdə hər ikisinə aid deyil, yalnız mitoxondriyə aiddir. Deməli, bunlar üçün ortaq olan xüsusiyyət bir dənə ribosom, DNT erinti oldu. Bu da oldu A variantı, yəni 2 dənəsi. 97-yə baxaq. Şəkildə bir hüceyrədə rast gəlinən müxtəlif orqanoidlərin funksiyaları hərflərlə işarə olunmuşdur. Birinci orqanoid göründüyü kimi xloroplast, ikinci orqanoid mitoxondri, 3, yəni Z ilə işarə olunan orqanoid holcidir, T isə ribosomdur. Baxaq variantlara, deyir, doğru olmayan bəndi müəyyən edin. T orqanoid öz funksiyasını X, Y orqanoidinin daxilində yerinə yetirə bilər. T orqanoidi ribosom idi, bəli, bu da mitoxondri və plastidlərin tərkibində ola bilər. Düzgündür. Z-ə baxaq, deyir, hüceyrədə yaranan maddələri toplamaq və lizosom fermentlərini sintez etməkdə iştirak edir. Z-ə dedik Holti kompleksi, bu da lizosomun fermentlərini sintez etmir. Lizosomu formalaşdırır. Ona görə də B variantı səhv variantdır. 98-ə nə deyir? Kişi orqanizminin bütün hüceyrələrində 2 növ membranlı orqanoid var. Bütün hüceyrələrində erinti içiləşir, bir nüvəsi var, 4 nəfərcik orqanoid, hüceyrə divarı var. Deməli, kişi orqanizmdə biz bilirik ki, hərcik orqanoidi 4 dənə idi və bundan 4-ünə də kişilərdə rast gəlinirdi. Düzgün cavabımız oldu C variantı. Sonra baxaq 99-a. Şəkildə verilmiş canlıların istənilən hüceyrəsində heç vaxt rast gəlinə bilməz. Şəkildə verilən örtü toxumlu bitkidir, yəni ali bitkidir. Ali bitkilərdə də bilirik ki, heç vaxt sentriol olmur. C variantı. Sağlam insan orqanizmində hansı hərəkət orqanoidinə malik hüceyrələr birləşərək toxum əmələ gətirə bilməz? Baxın, əzələ hüceyrələr birləşib əzələ toxumasını əmələ gətirir. Bunda yenə də əzələ var, burada yenə əzələ var. Kirpiklərdə epitel toxumasını əmələ gətirirdi. Bir dənə qamçı idi ki, spermatozoidlə idi. Onlar da heç bir hüceyrəni əmələ gətirmirdi. 101-ə baxaq. Verilən qrafik əsasında işarələnmiş orqanoidləri membranlarındakı lipid cərgəsinin sayına müvafiq olaraq soldan sağa düzgün ardıcılıqla müəyyən edin. Deməli, qrafikə diqqət edirsiniz, görürsünüz, cərgələrin sayını da orqanoid verib. Deməli, variantlara fikir verin. Bax, burada hərflərin sayı 5 dənədir. Variantda da verilən orqanoidlərin hamısı 5 dənədir. Yəni, birinci ona diqqət edirik. Sonra baxırıq lipid cərgəsinə. 4 lipid, birinci orqanoid, yəni birinci sırada verilən orqanoid nədirsə, onun 4 lipid cərgəsi var. Əgər 4 lipid cərgəsi var, deməli, varsa, deməli, bu 2 membranlı orqanoiddir. Ona görə də birinci 2 membranlı orqanoidi tapmalıyam. Deməli, A-da var, B-də var, C-də var, D-də yoxdur, ribosomda olmaz, Y-də də var. Aha, bir dənə D variantını çıxdaş elədim. İkincidə deyir ki, 2 lipid cərgəsi var, yəni bir membranlı orqanoid olmalıdır. Bir membranlıdır, bir membranlı, bir membranlı. Bunu onsuz da çıxdaş eləmişik, membransız. Deməli, Y variantı da getdi, D və Y variantı getdi.
Üçüncüdə C-yi göstərib. Bax, C-də görürsüz heç bir lipid zərgəsinə uyğun gəlmir. Yəni membransız orqanoid olmalıdır. 1, 2, 3. Üçüncü mənə deyir lizosom. Xeyr, bir membranlıdır. Burada üçüncü C mərkəzli membransızdır, uyğun gəlir. Burada C-də üçüncü ribosomdur, bu da uyğun gəlir. Deməli, bir dənə uyğun gəlməyən A variantı oldu. Bizə geriyə qaldı B və C variantı. Buradan gəldik D-yə. D nəyə uyğun gəldi? Bax, 2 lipid zərgəsini. Yəni D-yə uyğun gələn orqanoid də bir membranlı orqanoid olmalıdır. Baxırıq A variantında dördüncüyə. Baxın, 1, 2, 3, dördüncüdür. Burada da 1, 2, 3, dördüncü ribosomdur. Xeyr, mənə bir membranlı lazımdır. Bu da deyil demək. Bir dənə geriyə qaldı məndə B variantı. B-yə baxaq. Dördüncü demək B və C qalmışdı. Birinci A variantını çıxdaş eləmişdik. Deməli, B-də dördüncü xloroplastdır. Xeyr, bu səhvdir. Çünki xloroplastda 4 dənə zərgə idi. Qaldı bizə C variantı. C variantına baxaq. Holci kompleksində bəli, bir membranlıdır. 2 lipid zərgəsi var. 5-ci xromoplastdır. Bəli, plastidlərdə demişik ki, 4 dənə lipid zərgəsi olur plastidlərdə. Deməli, 101-də düzgün cavabımız oldu. Hansı? C variantı. 102-yə baxaq. Sxemdə X və Y-i nəzərə alaraq nömrələnmiş orqanoidləri müəyyən edin. Deməli, X membranlı quruluşa malikdir. Burada olan orqanoid, yəni hər ikisinə aid də membranlı quruluşu olmalıdır. Y-də üzü maddə sintez etməlidir. Deməli, bax, 2 ilə 3 nədirsə üzü maddə sintez eləyir. Bax, A variantında 2 üzü maddə sintez eləyir, düzdür. Amma lizosom sintez eləmir. Ona görə də bunu çıxdaş elədik, getdi. Deməli, sonra o birisinə baxırıq. Hüceyrə mərkəzi. Deməli, membranlı quruluşa malikdir, üzü maddə sintez eləyir. Hüceyrə mərkəzi üzü maddə sintez etmir. Bura gəldik, hər ikisi üzü maddə sintez eləyir, amma mənə deyir ki, X membranlı quruluşa malikdir. Burada ribosom membransızdır, ona görə də bu variantda götürmədim. Yenə də deyir membranlı quruluşdur, burada ribosomu verib, yenə bunu götürmürəm. Y variantına baxaq. Deməli, deyir ki, membranlı quruluşa malikdir. X lizosom düzdür. Bunların hər ikisi də üzü maddə sintez eləsin, xloroplast və mitoxondri. Demək, düzgün cavabımız oldu Y variantı. 103-ə baxaq. Verilənlərdən hansı A və B-də olub, C-də rast gəlinmir? A və B-yə baxaq. Deməli, xlamidomun adadır, bakteriyadır. Bu da tütün mozaika virusudur ki, bilirsiniz ki, bu da RNT tərkibli virusdur. Nüvə. Verilənlərin hansı A və B-də olub, C-də rast gəlinmir? A-da və B-də var, C-də yoxdur. A-da nüvə yoxdur, onsuz da, ona görə A variantı getdi. RNT hamısında var, onsuz da bu RNT tərkibli idi. Zülal hamısında var. Kirpiç. Deməli, bunun da quruluşunda kirpiklər var. Şəkildə istəsəz baxa da bilərsiniz. Amma DNT hamısında yoxdur. Niyə? Çünki tütün mozaika virusu RNT tərkibli virusdur. Onda DNT-nin olması qeyri-mümkündür. Deməli, 103-də düzgün cavabımız Y variantında kirpiç. Demək, yalnız buna aiddir. Bakteriyalarda kirpiklər də ola bilirdi, amma bu ikisində yox idi. Variantımızı bundan əvvəl izahatında biraz səhvlik elədik. Ona görə düzəliş eləyək. Amma DNT hər ikisində var idi. Demək, tütün mozaika virusunda yox idi. Düzgün gələn variant burada oldu D variantı. 104 ilə davam eləyək. Hərəkət orqanoidinə malik istənilən bir hüceyrə canlıda verilənlərdən hansına rast gəlinir? Baxaq. Ribosom demişik, bütün aləmlərdə var, düzdür. Lizosom olmaya da bilər. Çünki bakteriyalarda, məsələn, içində orqanoid bir dənə ribosom var. Plazmatik membran demək olar ki, bütün aləmlərdə daxili qlafdır, düzdür. 1 və 3 düzdür. Mitoxondri hamısında yoxdur. Hüceyrə mərkəzi yenə də ali bitkilərdə yox idi. Hüceyrə divarı heyvanlarda yox idi. Demək, düzgün gələn hansı oldu? Ribosom və plazmatik membran, o da oldu C variantı. 105-ə baxaq. Deyir, dənəvər teldə həm üzünü köçürmə, həm də ötürmə proseslərinin getdiyini söyləmək olarmı? Dənəvər tel bilirik ki, mitoxondrini nəzərdə tutub, üzünü köçürmə və ötürmə, transkripsiya və translyasiyanı nəzərdə tutubdur. Burada da biz də deyirik ki, bunlarda hər iki proses gedirdi. Niyə? Çünki onların hamısında hər növ polinukleotidə və ribosoma rast gəlindiyinə görə burada olacaq D variantı. 106-ya baxaq. Sxemdəki orqanoidi müəyyənləşdirib, doğru variantı deyir ki, müəyyən edin. İndi baxaq. Deməli, bu gördüyünüz mitoxondridir. Translyasiya gedir, transkripsiya gedir, RNT-si var, düzdür. Amma mərkəzdə yerləşirdi. Bunun matriksi, stroması yox idi. Yəni, A üstəcələk, D üstəcələk, C üstəcələk, B minus olmalı idi. B-in də minus olduğu bir dənə bu variantla, bu variantda burada da A ilə D də minus olduğuna görə götürmürük. Geriyə qalır bir dənə Y variantı. 107-yə də baxaq. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Xloroplast və mitoxondri. Baxaq, sonra variantımızda bax. Xlorofilə malikdir, 1-ə aiddir 1. 2 membranlı, 3-ə aiddir hər ikisi. Hüceyrə tənəffüsünü təmin edir, 2-ə aiddir 3.
ATF sintezində iştirak edirdi hər ikisi. Daxili membranı qıran əmələ gətirir xloroplast, DNT-yə malikdir. Hər ikisi deməli 107-də uyğun gələn cavabımız. Baxaq hansı olacaq? 2, 4, 6-nı ortaya götürdük. 2, 4, 6. Bir də xlorofil pigmentini dedik ki 1-ə aiddir. 1-ə aiddir 1. Aha, burada 2, 4, 6 olayından buydu. Bir demə uyğun gələnimiz elə olur. Y variantı. 108-ə baxaq. Eyler-Venn diaqramı əsasən uyğunluğu müəyyən edin. İşıqda oksigen qazı əmələ gətirir xloroplasta aiddir. 1-ə aiddir 1. Deməli mənim birim 2 dənə variantda var. B-də və Y-də var. B ilə Y-yə baxacam. 2-yə bölünməklə çoxalır hər ikisi. 3-ə aiddir 2. Deməli 3 dənə variantda 1 var. 3-də aiddir. 2-də aiddir 3-ə. 1, 2. Aha, bu variant getdi. Demək bir dənə qaldı. D ilə Y. Hüceyrə tənəffüsünü təmin edir. 2-yə aiddir 3. 2-yə aiddir 3. Demək burada da elə uyğun gələn variantımız olacaq Y variantı. O birislərə də baxaq. Daxili membranı qırışdırır. Hər ikisində daxili membranı krist əmələ gətirir. Mitokondri də 5-də, ribosoma malikdir. Hər ikisi ona görə də düzgün gələn cavabımız olacaq Y variantı. 109-da nə deyir? Cədvəldə canlılara aid bəzi strukturlar və proseslər əks olunmuşdur. X hansı aləmin bir hüceyrəli nümayəndəsi olsa, onu bütün işarələnmiş kəsişmələri yazmaq olar. Plazmatik membranın hüceyrə divarı var. Zülal sintezində iştirak eləsin, fotosintez eləsin, xemosintez eləsin. Yəni bu xəttlər görürsünüz, hamısına birləşibdir. Mən xemosintezi görən kimi bilirəm ki, bu bakteriyalara aid olacaq. Çünki xemosintez prosesi yalnız bakteriyalarda gedir. Burada düzgün cavabımız olacaq C variantı. Hansı canlı qruplarının hüceyrələrində mitokondri ola bilər? Mitokondri ola bilərsə, deməli bu olmalıdır. Virus bakteriyanı çıxırıq. Geriyə qaldı hansı? Bitki, heyvan, bir də göbələk. 3, 4, 5. 111-ə baxaq. Eukariot orqanizmlərin hüceyrəsində ribosoma rast gəlinir. Ribosoma harda rast gəlinə bilər? Sərbəst halda histoplazmada bəli, ribosoma rast gəlinir. Bu düzdür. Sonra lizosomda xeyr yoxdur. Plastidlərdə olar. Mitokondridə var, düzdür. Dənəvər endoplazmatik şəbəkənin üzərində düzülürdü, düzdür. Hamar endoplazmatik şəbəkə səhvdir. Demək düzgün gələn hansı oldu? 1, 3, 4, bir də 5 oldu. Baxaq 112-yə. Doğru kəsişmələri müəyyən edin. Yəni mərkəzdə qoyub göbələyi deyir ki, bunların hansı göbələyə aid ola bilər? Hüceyrələr quruluşuna, həyat fəaliyyətinə və maddələr mübadiləsinin gedişinə görə oxşardır. Bəli, 112-də bir buna aiddir. Uyğun gəlir. Yəni hüceyrə nəzəriyyəsinin müddəaları kimi bir şeydir deyək. Sinir və humoral yolla tənzimlənir. Xeyr, bu səhvdir. Hüceyrə canlı orqanizmin ən kiçik quruluş və inkişafa aiddir. Bəli, bunu da bura aid eləmək olar. Hər bir yeni hüceyrə qeyri-hüceyrəvi quruluşan maddələrdən yaranır, qeyri-hüceyrəvi quruluşa malik maddələrdən yaranmır. Bu da səhvdir. Demək, düzgün cavabımız oldu 1 və 3. 113-ə baxaq. Şəkildəki orqanoidin xüsusiyyətləri hansılardır? Şəkildəki orqanoid hansı idi? Demək, şəkildəki orqanoidimiz bizim oldu mitokondri. Buna da aid olanlar nə idi? Tərkibində krist var, düzdür. Monosaqaritlərin sintezində iştirak edir, səhvdir, o xloroplast idi. Zülal sintezi olunurdu, düzdür. Prokaryotlarda, eukaryotlarda xeyr, prokaryotda yoxdur. Xarici membran hüceyrə divarıdır, səhvdir. 2-yə bölünməklə çoxalır, düzdür. Struktur komponenti talkoiddir, xeyr, o xloroplasta aiddir. Ribosomları və DNT-si var, düzdür. Demək, düzgün olan hansılar oldu? 1, 3, 6 və 8 oldu. Həm eukaryot, həm də prokaryot orqanizmlərdə rast gəlinsin. Nüvə yoxdur, Golgi kompleks yoxdur, lizosom yoxdur. Geriyə nə qaldı? Hüceyrə membranı, transkripsiya və translyasiya. Deməli 1, 2 və 4 oldu. 115-ə baxaq. Həm eukaryot, həm də prokaryot orqanizmlərdə rast gəlinir. Həm prokaryotlarda olsun, həm də eukaryotlarda. Xloroplast yoxdur, ribosom var, RNT var, mitokondri yoxdur, fotosintez prosesi gedir, endoplazmatik şəbəkə yoxdur. Bilirik ki, prokaryotlarda bir membranlı, 2 membranlı orqanoidlər və nüvə ümumiyyətlə yoxdur. Deməli, burada da uyğun gəldi hansı? 2, 3 və 5. Baxaq. Hüceyrə nüvəsi üçün verilən mülahizələrdən doğru olanı müəyyən edin. Baxaq. Deyir, bütün hüceyrələrdə sayı təkdir, bu səhvdir. Elə hüceyrələr var ki, çoxdur. Məsələn, qırmızı sümük iliyində, eynəzolxlı əzələdə. Membranın 4 lipid qatı var hüceyrənin nüvəsində. Membranında 4 lipid qatı yoxdur. 4 lipid qatı yoxdur, çünki 2 membranlı orqanoid idi.
Daxilində yalnız 4 növ nukleotidə rast gəlinir. Xeyr, bu da səhvdir. Çünki həm DNT'si, həm DNT'si var idi. Daxilində ribosomun hissəciklərinə rast gəlinə bilər. Düzdür, çünki burada formalaşırdı. Bəzi evkaryot hüceyrələrdə olmaya bilər. Məsələn, hansı evkaryot hüceyrədə yoxdur? Tutalım, eritrositlərdə deyirik ki, nüvə yoxdur. Demək, burada düzgün gələn cavabımız oldu 4 və 5. Keçək bura. 117-yə baxaq. Şəkildəki orqanoidin xüsusiyyətləri hansılardır? Şəkildə verilən orqanoid demək xloroplastdır. Bunda hansı xüsusiyyətləri var? Krist adlanır daxili qırılışı. Xeyr, bu səhvdir, çünki onun daxili qırılışlarına stromalar deyir. Qran deyirdik, daha doğrusu stroma ortasında olan boşluq idi. Daxili membranlarında potensiallar fərqi yaranır. Bəli, bu düzdür. Potensiallar fərqi yaranırdı fotosintezdə. Daxilində membransız orqanoidə rast gəlinir. Bu da düzdür, çünki ribosomu var idi. 3 aləmin çox hüceyrələrində rast gəlinir. 3 aləmin çox hüceyrəsində yox, heyvanların bir hüceyrəsinə rast gəlinir. Bu da səhvdir. Sonra baxaq, nukleotidləri bütün növlərinə rast gəlinir. Bəli, düz deyir. DNT'si var, RNT'si var, monosakarit sintezi olunur, düz deyir. Glikoza sintezlənir və o da yəni monosakarit kimi sonra olur, polisakaridə çevrilir. Hansı məddə verilən hüceyrələrdə hərəkət xidmət edən ən qədim orqanoid? Ən qədim hərəkət orqanoidi qamçıdır. Qamçı da burada hansılardadır? 7-də, 6, 7 və 8-dədir. 119-dan davam eləyək. Deyir, daxili mühtəviyyatı sitoplazma ilə 4 lipid cərgəsi ilə ayrılan bütün orqanoidlər. Sitoplazma ilə 4 lipid cərgəsi ilə ayrılan. Yəni, 2 membranlı orqanoidi nəzərdə tutub. Baxaq görək, hansı uyğun gəlir burada. Deyir, 2 növ polinukleotidə malikdir. Düzdür. Mitokondri və tutalım xloroplastdan söhbət gedir. Onlarda da bunlar var idi, düzdür. Lizosom əmələ gətirir. Bunlar lizosom əmələ gətirmirdilər. Xeyr, səhvdir. Zülal sintezidir. Düzdür. Transkripsiya prosesini icra edir. Düzdür. Hüceyrə daxili həzmdə iştirak edir. Səhvdir. Çünki bu lizosoma aid xüsusiyyət idi. Demək, uyğun gələn hansı oldu? 1, 3 və 4. 120-yə baxaq. Ali bitki hüceyrəsində 8 növ nukleotid, 5 növ azotlu əsaza malik olan orqanoidləri müəyyən edin. Demək, bunlar da hansılar olar? Təbiidir ki, biri mitokondridir, bir də plastidlər olmalıdır. Plastidlərdən də indi burada təkcə göstərdikləri leykoplastdır. Bu da oldu 1 və 4. Verilən hüceyrələr üçün ortaq olmayan xüsusiyyətləri müəyyən edin. Biri bitki, biri də heyvan hüceyrəsidir. Baxaq. Hidrogen protonlarının daxili membrandan xaricə keçməsi, bəli, bu onlara aiddir. Olmayan xüsusiyyətdir. Çünki birində xaricdən daxilə, birindən daxildən xaricə keçirdi. Polisakaritləri sintez edən hüceyrə orqanoidlərinin olması. Bu var idi. Hər ikisində var. Polinukleotidlərin sintezi, bu da hər ikisində var. Genetik kod hər ikisində var. Sitogenez zamanı sitoplazmanın xaricdən daxilə ayrılması bu heyvanlarda, bitkilərdə ortadan, içərdən başlayırdı. Holgi kompleksinə daxil olan maddənin bölünmə lüğəsinə yaranması ki, bu da yalnız bitkilərə xasdır, heyvanlara xas deyildi. Demək, burada hər ikisi üçün ortaq olmayan xüsusiyyətlər hansılar oldu? 1, 5, bir də 6 oldu. Demək, 122-yə baxaq. Mitokondri membranlarındakı lipid cərgələrinin sayı hüceyrədə endoplazmatik şəbəkənin növü və A+B-nin cəmini hesablayın. Mitokondri 2 membranlıdır. Lipid cərgəsi 4-dür. Hüceyrədə endoplazmatik şəbəkənin növü 2-dir. Hamar və dənəvər. 4-ün üstünə 2 gəlirəm, eləyər 6. Sonra, hüceyrədə endoplazmatik şəbəkənin növ sayı, demək 2 dənə idi. Dənəvər və hamar. Leykoplast membranlarındakı lipid cərgələrinin sayı, leykoplast 2 membranlı orqanoiddir. 4 dənə də lipid cərgəsi var. 4-lə də 2-ni yenə toplayaram. Yenə cavabımız olar 6. 124-də baxaq. Deməli, bunu artıq məsələdir, həll etməliyik. Nə deyir? Deyir ki, bakteriyaların bölünməsinə sərf olunan zaman 1 saat, başlanğıc bakteriyanın sayı və əmələ gələn bakteriyaların sayını veribdir. Deməli, bakteriyaların bölünməsinə sərf olunan zaman dediyinə görə yazıram T bərabərdir 1 saat, o da bərabərdir 60 dəqiqə. Başlanğıc bakteriyanın sayı, demək, bu hələ birinci tərəf eləyirəm. Yəni, bu birinci cərgəni eləyirəm hələ. N0 bərabərdir, başlanğıc sayı veribdir 8-ə. Deməli, əmələ gələn bakteriyam yoxdur, mənim bir də balaca N-im yoxdur ki, nəsə tapam. Ona görə yazıram. Nəyi? N bərabərdir T bölə 20 düsturundan qoyaq yerinə. T-imiz oldu 60, 20-yə də bölsəm düşdü 3.
N-T bərabərdir. N0 vura 2 üstü N düsturundan istifadə edirəm. N0'ım 8'dir. 2 üstü N'i də neçə tapdım? 3. Bu da bərabər edir. 2 üstü 3 neçə eləyər? 4, 8. 8'i də 8'ə vursam eləyər 64. Deməli, tapşırıqda bizə A veribdir. Yazıram bura ki, A bərabərdir 64'də. Sonra nə deyir? 2A da veribdir. İndi tənasüb qurumda A-da əgər 64'dürsə, onda 2A-da nə qədər olar? X olur. Bundan bu ixtisara gedər. Bu da bərabər eləyir 128. İndi bunun ikinci tərəfini yazaq. İkinci tərəfində nə deyir? Bax, T-im yoxdur. Yəni, bu altda yazılanı yazıram. X saat yazıb. T-im yoxdur, sual. N0'ım var. Veribdir 2. Əmələ gələn bakteriyanın sayını da, yəni N-T-yi də tapdım. Necə tapdım? 2A tapdım ki, 128'dir. Yazıram bura 128. N-im də yoxdur, elə deyil. Sual işarəsi. Demək, burada N də yoxdur, T də yoxdur. Ona görə biz elə birbaşa bu düsturdan istifadə edəcəyik. N-T bərabərdir. N0 vuraq 2 üstü N. Yerinə qoysam nəyim var? 128'im var. 2'm var. 2 üstü N'im yoxdur. Bunu tapmalıyam. 2 üstü N buradan nəyə bərabər olar? 128'i bölərəm 2'yə, düşər 64'ə. Onda 2 üstü N nəyə bərabərdir? Yəni 2 üstü neçə 64 eləyər? Buna da baxaq. 2 üstü 4, 8, 16, 32, 64. Deməli, 2 üstü 6 eləyir bu da. 2 üstü 6. Demək, N buradan nəyə bərabər oldu? 6'ya. İndi mənə deyir, nəyi tap? T-yi, hə? N bərabərdir. T bölək 20 düsturundan tapıram. N'im 6'dır. T'im yoxdur. Bir də 20'dir bura. Bərabər oldu. 120 dəqiqəyə. Bunu da saata çevirməkdə yana bölməliyəm 60'a. Bu da bərabər eləyir 2 saat. Mənə nə deyirdi? Deyirdi buradan X'i tap. Mən də X'i tapdım ki, elədi 2 saat. Deməli, sonra baxaq biz 125'ə. 125 də biraz ona bənzəyir. Burada da eynən 12 kimidir. İndi baxaq nə deyir? Demək, T'yi veribdir. 1 saatın bərabər oldu 60 dəqiqəyə. Başlanğıc bakteriya sayını verib mənə 16. Əmələ gələn bakteriyaların sayını deyir ki, tap. Sual işarəsinə. Demək, N bərabərdir T bölək 20 düsturundan istifadə elədim. T'yim 60'dır, böldüm 20'yə düşdü 3. N-T bərabər idi. N0 vuraq 2 üstü N düsturundan istifadə edirəm. N-T bərabərdir nəyə? 16'nı vururam 2 üstü 3'ə. Bu da bərabər eləyir neçəyə? Bu da bərabər eləyir, demək, 128'ə. İndi burada nəyi tapdıq? 2A'nı. Əmələ gələn bakteriyanın, yəni N-T. N-T'm oldu 128, yəni 2A. İndi yazıram, əgər 2A 128'dirsə, onda A neçədir? A da bərabər olar 64'ə. 64'ümü tapdım. İndi ikinci hissəsini yazıram. Bakteriyalara sərf olunan zamanın bilmirəm nə qədərdir. O birinci hissə idi, bu ikinci hissəsidir yazırıq. Amma başlanğıc sayımı verib. N0 1 veribdir. Əmələ gələn bakteriyanın sayını mən tapdım. Bu deyil, 2 ayım 128 isə ayım da 64'dür. İndi nə deyir bizə? Deyir ki, zamanı tapan, hə, T'yi tapmalıyam. Düsturdan qoyaq yerinə tapaq. N-T bərabər N0 vuraq 2 üstü N düsturundan. 2 üstü N buradan nəyə bərabər olar? N-T 64, 64'də bölürəm N0'a düşər 64. Onda buradan 2 üstü N nəyə bərabər olar? Yenə bu da 2 üstü 6 eləyər. Demək, N bərabərmiş nəyə? 6'ya bizdən nə istəyirdi elə? Sərf olunan zaman istəyir. Yox, N bərabərdir 6'ya. Deməli, N bərabərdir T bölək 20 düsturundan istifadə edirəm. N'im 6'dır. T bölü 20. T bərabərdir buradan. T bərabərdir 120'yə. Bunu da bölürəm 60'a. Çünki mənə saatdan istəyir. Bu da olur 2 saat. Fərq eləmir. Yenə də 2 saatı aldıq. Sonra baxaq. 126'da nə deyir? Deyir, evkaryot bir hüceyrənin malik olduğu orqanoidlərin sayının faizli miqdarı göstərilmişdir. Bu hüceyrə haqqında verilən ifadələrdən neçəsi doğrudur? Deyir, yalnız 65% orqanoid üzv maddə sintez edir. Baxaq, 65% hanı mitoxondriya edir, xloroplast edir, ribosom edir və bunlar da cəmləsəm edir 85%. Demək, bir səhvdir.
Membransız orqanoidlər 20%-dən azdır. Membransız orqanoiddə ribosom grupda 20%, ən azı 20%-dir. Yəni 20%-dən az deyil. ATV sintezi 30% orqanoiddə gedir. ATV sintezi mitoxondriyada da gedir, plastidlərdə də gedir. Ona görə də bunu da götürə bilmərik. İki qat membranlı orqanoidlərin miqdarı 50%-dən çoxdur. İki qat membranlı orqanoid mitoxondriya ilə plastidi ikisini də verib də ikisini hesablasam baxarıq ki, doğrudan da 50%-dən çoxdur. Bir dənə düz. Orqanoidlərin yalnız 20%-nə zolal sintezi gedir. 20% zolal sintezi təkcə orada getmir. Xloroplast və mitoxondriyada gedir. Ona görə də burada səhvdir. Deməli, düzgün gələn cavabımız cəmi oldu bir dənə. Deməli, 127-ci testə baxaq. Eukariot bir hüceyrədə işarələnmiş A molekulu X, Y, T, Z istiqaməti üzrə yer dəyişmə edərsə, X orqanoidinin daxilindən Z orqanoidinin daxilinə nəql olana qədər müvafiq olaraq bu orqanoidlərə məxsus cəmi neçə lipid qatı keçəcək. A molekulu yer dəyişmə zamanı Y, Z və T-yə bilavasitə sitoplazmadan daxil olur. Baxaq bura. Bax, tutalım bura. Gördüyünüz kimi şəkildən bəlkə də aydın deyil, amma baxın, bu mitoxondridir. Endoplazmatik şəbəkədir, Holzidir, bu da lizosomdur. Baxın, A maddəsi mitoxondrinin içindədir. Mitoxondri neçə membranlıdır? 2. Bax, bu olsun A maddəsi. A maddəsi buradan sitoplazmaya çıxana qədər neçə membrandan keçir? Bax, 1, 2. Yazıram bura, 2 dənə qatdan keçdi. Aha. Gəldi hara? EPŞ-yə. Bu olsun endoplazmatik şəbəkə. Bax, EPŞ. Endoplazmatik şəbəkə neçə membranlı idi? 1 membranlı idi, yəni bir qatı var idi. Bax, gəldi, girdi bura. Girəndə bir qatdan keçdi. Bir də buradan çıxdı. Çıxanda bir dənə də qatdan keçdi. Oldu cəmi neçə? Demək, endoplazmatik şəbəkədə də oldu 2 dənə qat. Çünki həm girdi, həm çıxdı, ona görə oldu 2 qat. Bax, bu 1, bu 2. Gəldi hara üçüncü? Holziyə. Bir dənə də çəkirəm bura, olsun, bu da Holzi. Deməli, gələrkən Holziyə daxil oldu, bir qatdan keçdi. Bir qat. Holzidən xaric oldu, bu da oldu ikinci qat. Bu da oldu 2 qat. İndi buradan da çıxıb, əgər ki, lizosoma gəlirsə, tam nə demir, bundan çıxıb harasa gedir. Buradan da keçəndə lizosom bir membranlıdır. Bu da olacaq 1 qat. İndi qatlarını hesablayaq. Bax, 1 qat, 2 qat, 3 qat, bu da 4. Yəni, ümumilikdə hesablasaq, 2, 4, 6 və 7 dənə qatdan keçəcək. Sonra 128-də davam edək. Deyir ki, uyğunluğu müəyyən edin. Aha. Deməli, müxtəlif ölçüyə malik iki hissəcik ribosomdur. Bir membranlı quruluşa malik olan burada Holzi kompleksidir. İkiyə bölünmə yolu çoxalanda bilirik ki, özümüz mitoxondri və xloroplastdır. 129-a baxaq, uyğunluğu müəyyən edin. Bir membranlı quruluşa malikdir, bir-birinə perpendikulyar yerləşmiş simciklərdən təşkil olunub, qeyri-üzvi maddələrdən üzv maddə sintez edir. Bir membranlı quruluşu olan burada nədir? Hamar endoplazmatik şəbəkəyinin demək Holzidir. A və Y. Bir-birinə perpendikulyar yerləşmiş hüceyrə mərkəzi idi. Qeyri-üzv maddələrdən də üzv maddələr sintez edən hansı idi? Təbiidir ki, bu da olacaqdı C variantı. 130-a baxaq, şəklə əsasən uyğunluğu müəyyən edin. Zolal lipiddir, bu da sağaritdir. Baxaq, yəni polisağaritdə. Bir aid olanları seçək. Polisağaritdir, səhv, biopolimerdir, səhv, polipeptiddir, düz. Çünki bunlar bu arada yerləşən. Bax, bu boşluqlar zülallar idi. Boşluq deyəndə, yəni boşluq kimi yerləşir, elə adda budda yerləşir. Bu zülaldır, ona görə də birə aiddir polipeptid. Sonra nə deyir? Deməli, deyir ki, translyasiya nəticəsində yaranıb. Translyasiya nəticəsində bilirik ki, zülal yaranıb da, doğrudan da D də elə buna aid oldu. Demək, birə aid oldu nə? C və D. İndi ikinciyə baxaq. Deyir ki, biopolimer deyil. Biopolimer olmayan burada nə idi? Biopolimer olmayan, demək, lipidlər idi. Çünki demiş ki, yağlar biopolimer maddə deyirlər. Sonra nəyə baxaq? Deyir, polisağaritdir. Polisağaritdə burada üçüncüyə aiddir. Doğrudan da birləşmişlər. Polisağarit halında orada düzülmüşdülər. Translyasiya nəticəsində yaranıbdır. Zülal bunu daxil edir. Onsuz da polinukleotiddir. Bu da deməli səhv fikridir. Oldu nə demək? 1-ə aid oldu C, D, 2-ə aid oldu B, 3-ə isə aid oldu A. Demək, saydədən mürəkkəbə doğru yerləşmə ardıcıllığını müəyyən edin. Yerləşmə ardıcıllığını müəyyən edək. Ən sadə burada nukleotiddir. Onlar birləşib gen əmələ gətirir. Gen DNT-nin üzərində düzülür. DNT nüvənin xromosomdadır. Xromosom nüvədədir. Nüvə də hüceyrədədir.
İndi 132-dən geriyə, yəni mürəkkəbdən sadəyə doğru saysaq, hüceyrə 1, 6, 3, 5, 4 və 2 olacaqdı.